Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə manual trade eləyənlər üçün bir dənə algoritma verəcəyəm. Deməli, sizin MetaTrader-də əməliyyatlar açmağınızı daha asanlaşdıracaqdır. Deməli, panelimiz belə bir panelimiz vardı, sadə bir paneli var. Burada nə edirsiniz? Deməli, əməliyyat açmaq istəyirsiniz. Birinci, buradan stop səviyyəsidir, take profitdir. Nə qədər qoymaq istəyirsinizsə onu yazırsınız. Bu şəkildə. Məsələn, deyəlim ki, mən 500 pipslik bir profitim. Məsələn, 300 pipslikdə bir stopum var. Yazdım. Sell dedim. Sırası gördünüz. 300 pipslik bir məsafəyə stopu attı. 500 pipə take profit attı. Sonra istəsəm bunu bir dənə də buy əməliyyatı yerləşdirirəm. Buy əməliyyatını yerləşdirdim. Burada close buy, close sell var. Deməli, sell vursam, sell əməliyyatını bağlayır. Buy vursam, buy əməliyyatını bağlayır. Yəni, bir neçə dənə məsəl üçün sell əməliyyatım var. Bir neçə dənə sell əməliyyatım var. Bir dənə məsəl üçün buy əməliyyatım var. Bunları mən istəsəm hamısını birlikdə də bağlaya bilirəm. Al close dedik. Bütün əməliyyatları bağladı. Bu şəkildə. Sonra limit əmrlər yerləşdirə bilirik. Limit əmrləri məsələn də ki, biz neçə pipsdən sonra yerləşdirmək istəyirik. Məsələn, deyəlim ki, 100 pipsdən bir dənə sell limit yerləşdirmək istəyirik. Bura yazdıq 100, enter, sell limit verdik. Gördünüz, stopunu attı bura, take profiti bura. Bu şəkildə də əməliyyat aça bilirsiniz. Deyəlim, limit əmri mən silmək istəyirəm. Close limit deyirəm, limit əmri silir. Aktiv olmamış limit əmri də. Deyəlim, stop və take profiti mən buradan rəqəmlə yazmaq istəmirəm. Qrafikdə istəyirəm özüm sürüşdürərək buraxam. Əməliyyatı açmamışdan qabaq burada virtual xətləri açıram. Məsəl üçün, deyəlim ki, buy tutaq ki, mən burası stop nöqtəmi qururam. Take profitimi də bu hissəyə atıram. Məsəl üçün. Sell deyən kimi avtomatik buradakı rəqəmlər ki görürsünüz, vizualı açanda bunlar deaktiv olur. Vizual xətlərindən aktivləşir. Bu vizualı bağlasam gördünüz, stop və take profiti hara atıbdır. Bu şəkildə. Yenə buna mən close sell deyirəm. Eyni şəkildə və burada bir dənə də funksiyanı göstərim. Bu standart lot limitidir. Məsəl üçün, bunu deyəlim ki, 0.2 də eləyə bilərəm və yaxud da ki, deyəlim, 1 lot da eləyə bilərəm. Bunu 1 lot məsəl üçün dedim. Sell verdim. Görürsünüz, 1 lotundan əməliyyat açdı. Burada faiz yazsam, bu hissəyə risk bölümü var. Bura məsəl üçün, mən deyirəm ki, 2 lotluq bir dənə 2% balansın 2%-ni risk eləyərək əməliyyat açsın. Bu səfər baxın, bura 2 yazdım. Sell verdim. Baxın, limit dəyişildi. Close deyirəm. Tutaq ki, məsələn, deyək ki, bura mən balansımı 5%-dən deyə risk atıram. Vurdum. Sell deyirəm. Avtomatik gördünüz, dəyişdirdi lot miqdarını. Sonra burada məsələn orderləri gizləmə var, hide order. Bunu vurduqda açıq əməliyyatları, neçə dənə açıq əməliyyatım olur olsun. Məsələn, deyəlim ki, sell, stop, nə bilim, buy, stop, ondan sonra limitlər, buy əməliyyatı, sell əməliyyatı. Ekran belə ki, doldu. Bu şəkildə olduqda istəyirəm ki, bu xəttlər görsənməsin.
Burada hide order deyirəm. Bunların hamısını gizlədir. Sonra bu grafiki, bu paneli burada görmək istəmirəmsə, buradan da hide panel deyirəm. Paneli gizlət. Gördüyünüz kimi panelində yoxdur. Yəni istifadə etməmək istədikdə bunu götürə bilərsiniz. Ekranda çox yer tutmasın. Belə bu şəkildə görün. Burada başqa yaddan çıxan bir şey qalmadı. Hə, burada magic number 2 var. Bu da açılan əməliyyatın hansı robotundan və yaxud da ki əlindən açıldığını göstərir. Siz bizim normal standart buradan əlindən açdığımız ki əməliyyatlar ki var. Bu əməliyyatlar şey kimi açılır. Nədir? 0 kimliyi ilə açılır. Siz bunu 0 qoysanız əllə açılmış kimin görəcəkdir algoritma bunu. Bütün əməliyyatları bağlayaq. Yox, bunu məsələn deyəlim ki 5 yazsaz əməliyyatı bunu əsasən algoritma işlədənlər üçün daha yaxşıdır. Çünki hansı algoritmanın kimlik nömrəsi nədirsə ona görə açır. Algoritma həmən əllə açılan əməliyyatı mənimsəyir, öz əməliyyatı kimin görür. Burada məsəl üçün sel verdim. Bu səfər açılan əməliyyatı bu kimlik nömrəsini order 5 olaraq görəcəkdir. Gördü daha doğrusu. Deyəlim bu bir əməliyyatı, ikinci açacağım əməliyyatı. Tutaq ki order kimlik nömrəsi 0 verdim bu şəkildə. Hesab edirəm ki hər şey aydın oldu.